Axşamınız xeyir, əziz futbol həvəskarları. Oyuna bir balaca gez qoşulduq. Ötürmələr davam edir. Cavid top ötürü Qulamın ötürməsi. Elvin Orxana gəlmir. İlkin geriyə. Rüstəm, Qulamın ötürməsi, Orxan qaytarır Elvinin. Orxan Elvin paslaşması, son anda Cavid toxunur topa. Altın top oyuna daxil edirlər, top ötürülür Emil topa çatamır. Fəqani dərhal başlayır, Cavid sıyrıldı, Cavid keçdi, Cavidin ötürməsi Elvin qarşısını kəsdi. Top Fəqani'dir, Fəqani və Orxandan çıxır top yenə. Fəqani uzun ötürmə geriyə. İlkin qapıçıya qədər gedirlər, Səmralın ötürməsi. Heç kəs topa toxunamır, Orxan alır, Fəqani'nin zərbəsi. Rüstəm, el arasında konter edirlər və top Səmrala qədər gəlir çıxır. Cavid topu ötürür Rüstəmə, Rüstəm irəliyir, Fəqani ötürür pası, Fəqani topu atır, geridən topu elə keçirir, Qulamın zərbəsi az qalmışdı, qol olsun, amma top çox yavaş dığırlanaraq qapıdan yan keçir. Elvin top Elmirə dəyir və top itirirlər. Fəqani, Elvin müdafiədə yaxşıdır. Cavid pressing edir və top Elvindən çıxır. Top Cavidgilin komandasında qalır. Aradan ötürmə Fəqaniyə çatmadı və top meydançada tərk edir. Emil irəliyir, ötürməsi. Yaxşı ki sıyrıldı Elmir. Bir toxunuşda keçdi Rüstəmdən də Orxan topu itirir və indi Qulam Rüstəm ötürür topu. Rüstəm geriyə ötürməsi yox. Emil topu qaytarır. İlkin və top Orxandan çıxır. Qulam topu outdan oyuna daxil edəcək. Uzun ötürmə irəli Fəqaniyə çatmamış, Orxan Süleymanlı topu uzaqlaşdırır. Cavidin ötürməsi Səlan yerindədir. Dərhal ötürmə, sol cinahdan Orxan Səmraldan sıyrıla bilmədi. Səmral sıyrılır, buradan qapını boş qoyub. Səmral topu itirəcəkmi? Səmralın ötürməsi Cavid Elvin, qapı boşdur. İlkin qoymadı top geçsin Orxana. Qulamın ötürməsi top Orxanın əlinə dəyir. Yox, dərhal başladılar. Cavidin ötürməsi ikinciden zərbə olacaq. İlk korner. Ötürmə irəli, Sənan topu saxlayır, Sənan topu götürür, Sənan irəli, Sənanın ötürməsi sağ Orxan inanılmaz bir səhv edir. Dərhal əksuma çıxmağa çalışdılar. Narıncı komanda alınmadı. Və zərbə top Orxanın arxa nahiyəsinə dəyərək meydançanı tərk edir. Cavid Orxan yenə də müdafiədə sayıqdır. Uzun ötürmə irəli top meydançanı tərk edir. Top indi Elmirdədir. Elmir top itirir Elvin. Dərhal ötürmə təkdir. Orxan yenə də yerindədir. Qapıya zərbə.
top Orxandan çıxır. Orxan bugün müdafiədə hələ ki səhvsiz oynayır. Ötürmə bu dəfə də yenə də Orxan bu komandanın yükünü hələ ki tək daşıyır. Süleymanlı Elmir topu pressing tətbiq edir. Orxanın zərbəsi hədəfi nişan alır. Amma qapını nişan almaq lazımdır. Səmral Cavid İlkin Səmral müdafiədən paslaşaraq çıxmaq istədiyi Didimanda uzun ötürmə gəlir və top düz o birisi qapçıya qədər gedir. Bu birisi qapçıdan. Səmralın ötürülməsi, Sananın ötürülməsi və aradan pas kəsmək istədi Elvin, amma top yerə də qapçı Səmraldadır. Səmral Xəqani Abbasov qapıya zərbəsi Sənan yerində. Sənan biraz kadrı qaçırtdıq və top yenə də sürətli şəkildə meydançanı tərk edir. Səmralın uzun ötürülməsi. Sənan Ronaldinho ayağı fake atır, qapçı olsa da. Elvin ötürməsi Orxana. Orxan Emilə. Emilin ötürməsi Elvinə. Elvin qaytarır Emilə. İlkin yerindədir. İlkin topu geriyə ötürür. Səmral aradan yaxşı gördü Xəqani. Xəqani topu ötürür Rüstəmə. Rüstəmin zərbəsi Elmir yerindədir. Başla zərbə imkan vermizlər. Top yenidən Rüstəmdə qalır. Rüstəm geriyə ötürməsini verir. İlkin Cavidə. Cavid fırlanır. Cavid sıyrılır. Cavidin qarşısında Elmin var. Forma dəyişikliyi var. Həmişə oyunda oyuncu dəyişikliyi olur. Amma bu dəfə forma dəyişikliyi. İlkin formalar çaşdırıldığına görə Galatasaray formasından imtina edir. Emilə qarşı pressing. Emil sıyrıldı. Orxan Emil. Orxan və top Caviddən meydançanı tərk edir. Orxan Elvin Orxan ötürməsi qapıya zərbə və gol Elvin sol ayaqla 1-0 hesab açılır. Gəlin hesab tablosunu qeydə alaq. 0-1 Elmir'in uzun ötürməsi irəli Xəqani başla qarşılayır. Top ötürür Səmral aradan ötürmə etmək istədi. Orxan Süleymanlı Emil sağ cınaxa Orxan Rüstəmli topa çata biləcəkmi? Emil topa çatı geyir. İnanılmaz bir Rüstəmin ayaqlarının arasından keçsə də top çatmır. Elvin qaytarır və top meydançanı yüzündən tərk edir. Xəqani Rüstəm sıyrıldı. Rüstəmin zərbəsi alınmadı. Sənan xilas etdi. Top yenidən Rüstəmə dəydi və top qapıya tərəf getdi, amma tora daxil olmadı. Orxan Rüstəmli irəliləyir sağcılaqlı. Orxan Rüstəmlinin qapıya zərbəsi. Top qapının yanından keçir. İlkin olmayan hakim topu o epizodu avantaja buraxır. Sənan və bu dəfə Orxan Süleymanlının əlinə dəyir. Cərimə zərbəsini Cavid Xanməmmədov yerinə yetirəcək. 2 nəfərlik
3 nəfərlik canlı sədqə yox, 2 nəfərlik canlı sədqə olur. Az qalmışdı ev tapşırığı nəticələnsin qolla, amma alınmadı. Sənan hər iki qol buraxmayan maçda yeganə qapçıdır. Orxan, Elvin top Caviddən meydançanı tərk edir. Elvin uzun ötürmə irəli. Sinə ilə saxladı Elmir, amma qapıya zərbə. Qapıcı Sənanın tapşırıqları eşidirik. Sağ cinaha Rüstəmin ötürməsi, sol cinaha Orxan Süleymanlı qaytarır. Top Elmirdə qalacaqmı? Qulam ötürür. Cavid Orxan qapıya zərbə və inanılmaz bir gol. Sol ayaqla mükəmməl bir qola imza atılır. Hesab dəyişir 0-2. Çox gözəl bir gol izlədik. Rüstəmin zərbəsi inanılmaz inanılmaz idi. Zərbə də gözəl idi. Seyv ondan da gözəl idi. Oyun maraqlılaşır. Və Səmral ötürməsi, Orxan Rüstəmli ötürməsi yaxşıdır. Süleymanlıya gəldi, Mutlaq Süleymanlı qaytarır. Səmralın ötürməsinin qarşısına Elvin kəsir. Sənan topun qaydaçadan çıxmasına icazə vermir və burada maraqlı bir zərbə. Və sol cinahdan başlayacaqlar hücuma. Cavidin ötürməsinin qarşısında Elvin kəsir. Hələ ki narıncılar daha yaxşı təsir bağışlayırlar. Ötürmə, Cavid kəsir. Elvin geriyə ötürməsini edir. Orxan Süleymanlı. Elmirin uzun ötürməsi irəli. Topa toxuna bilmədi Orxan. Orxan topa toxunsa bəlkə də hesab 0-2 olacaqdı, amma toxuna bilmədi. Rüstəm ötürməsi. Xəqani topu götürür, Xəqani ötürməsi. Orxan qaytarır. Rüstəm yenidən al topu Xəqanidə qalır. Xəqani uzun ötürmə. Sol cinaha və top sonunda Orxan Rüstəmlidədir. Rüstəmli top ötürür. Emil dəqiqəni yetirmədi zərbəni. Cavid. Qısa paslaşmalarla yox, uzun ötürmələrlə çıxmağı düşünürlər. Qısa paslaşmaları isə belə səhvlər olur. Elmir Xəlilov. Elmirin ötürməsi sağ cinaha. Cavid ötürmənin qarşısına alır. Qulamın zərbəsi. Sənan. Qulam, Səmral. Top orada kimi qaldı. Sonda Orxan uzaqlaşdır. Qayda pozuntusunun orada qeyd olduğunu bildirir Səmral. Qapıya zərbə. Və nə oldu? Burada nə baş verdi? Oyun dayanır. On 11 metrlik cərimə zərbəsi təyin olur. 11 metrlik yox, 7 metrlik. Səmral yerində Cavidin zərbəsi Sənan komandasını Real qoldan xilas edir. Hesab qapısını toxunulmaz saxlayır hələ ki. Səmralın ötürməsi Xəqani. Heç kim toxunamır. Səmral toxunda bağını kəsir. Emir Xəlilov. Orxan ötürməsi versə də top itirilir. Xəqani qaytarır Səmrala. Səmral yenə keçə bilmədi. Keçsə də yenə də Sənan vaxtında çıxış etdi qapıdan və qoymadı ki top keçib onu vursun Səmral. Orxan Süleymanlı, Elvin
üstəmli, Orxan üstəmli, Orxan üstəmlidə də hələ top yıxıldı, amma durur. Səmral, Elmir Xəlilov, Emil. Elvin'in uzun ötürməsi. Yolun qarşılasa da Cavid topu götürür. Üstten sıyrılır. Və çox pis ötürmə. Orxan yenə də qapıya zərbə endirir, amma gol vura bilmir. Cavid top Elvin'dən çıxırma. Bəli, top qapıya zərbə yox. Qeyri-dəqiq. Çox qeyri-dəqiq. 16-17-ci dəqiqə deyilir. Artıq 17-ci dəqiqəni bitirmək üzrəyik və hələ də hesab 2-0 sağ cinahda oynayan komandanın xeyrinədir. Və indi 2-2-yə gəlirlər. Səmral və gol. Axır ki hesab arasındakı fərq azalda bilirlər. Hesab arasındakı fərq azalır və 1-2 olur və indi biraz daha maraqlı oyun izləyə bilərik. Emil geriyə ötürür. Yəni meydança mərkəzindən başlayır. Elvin Süleymanlı Emilə qaytarır. Orxan üstəmli Emilə. Emil və dərhal Xəqani reaksiya verir və topu alır. Cavid. Səmral bıraxır Cavidə, yaxşı hücumdur bu. Qapıya zərbə Sənan yerindədir. Top Sənanda qalır. Top göydən meydançanı tərk elədi. Ancaq burada ola bilər bu. Çox gözəl bir ötürmə. Mursaqulov zərbəsi yox. Top azcıq fərqlə qapının yanından keçir. Daha bir ötürmə. Xəqani topa toxunur və qulanda qalmır. Rüstəmli yenidən Orxan Rüstəmli başlayır. Emil'in zərbəsi bu dəfə oturmur top ayağa. İlkin Baxarov Qalatasaray formasının tərsinə giyinib qapıda dayanıb qeyri adi hadisələr baş verir oyunda. Elvin Rüstəmlinin uzun ötürməsi əllə Maradona sayığı qol vurmaq istədi Elvin, amma alınmadı. Xəqani'nin uzun ötürməsi Səmral başla toxuna bilməsə də Orxana dəyib top. Səmral Cavid paslaşması, Cavid Səmral Caviddə və indi burada pressing tətbiq edib alırlar topu. Ötürmənin qarşısında Xəqani kəsir. Xəqani Səmral qaytarsa da top Elmir Xəlilovda qalır. Emil'dən top hələ də Emil aradan və top Cavidin əlinə dəyir. Sərbəst vuruş olacaq indi, cərimə zərbəsi. Elvin və Sənan topun başındadılar. Emil'in zərbəsi top qapının yanından keçir. Xəqani'nin uzun ötürülməsi Caviddən çox aşağı Cavidi və hesab hələ də 1-2-dir. Komandalar yaxşı müdafiə olunurlar, ona görə çox gol yoxdur. Uzun ötürmə irəli və topu İlkin yavaş-yavaş alta bıraxır. Başlayır top Xəqani Abbasovdadır. Xəqani Abbasovun ötürməsi Səmral Cavidə. Cavid sıyrıldı. Cavidin ötürməsinin qarşısında
İlmir Xəlilov kəssə də Orxan Rüstəmli topu şırısa da Cavid topu meydançadan kənara çıxartmağa məcbur olur. Rüstəmli və top. Topu outdan oyuna daxil edəcəklər oyuncular. Elvin yaxşı fikirləşmişdilər, amma bir-birlərini başa düşmədilər. Qulam irəliyir, Qulam. Və top meydançanı tərk edir. İlmir Xəlilovdan. Qulam zərbəsi çox sakit, rahat. Mursaqulov qalır. Mursaqulov zərbəsi və gol. 1-3 olur hesab. Əks ucunda yaxaladılar. Və 3-1 geriyə. Cavid ötürməsi Xəqani özü sırılmağa məcbur olsa da Orxan Rüstəmli topun qarşısını kəsir. Outdan topu oyuna dərhal daxil edirlər. Cavidin uzun ötürməsi Xəqaniyə top çatır. Səmralın zərbəsi. Top Orxandan meydançanı tərk edir, səhv etmirəmsə. Rüstəmli oturur topu. Emil. Top meydançanı tərk edir. Afiyet zərbə. Sarı vərəqəni Orxan Rüstəmli alır. Etdiyi hərəkətə görə. Elvinlə qabaq Orxan Rüstəmli. Topu axırda alırlar bir təhər. Emilin ötürməsi Orxan və top meydançanı tərk. Dərhal başladılar. Xəqani, Səmral sıyrılır. Səmralın ötürməsi alınmasa da top yenə də Xəqanidə qalmalıdır. Çünki outdan oyunu daxil edir topu. Yəqin ki ötürmə edəcək Rüstəmə. Rüstəmin ötürmə sayağı zərbəsi alınmadı. Rüstəmlinin ötürməsi çox gözəldir və gol. Asist Rüstəmli qol Emil hat-trik edir. 4 qoldan 3-ünün müəllifi Emildir. Və Cavid başladılar. Cavid irəliyir. Xəqani ötürməsi verdi. Xəqani topu itirir, alır. Oyun qarışır. Kameraman da oyunu itirir. Amma davam edirik. Cavidin ötürməsi Xəqani zərbəsi də oldu. Sanan ötürür topu Elmirə. Elmir yəqin ki topu ötürəcək. Uzun irəli. Cavid qarşıladı. Xəqani topu yaxşı ramlı edə bilmir və top meydançanı tərk edir. Uzun ötürmə. Orxan Süleymanlıdan qabaq topu götürür. Bulama Elvin topu qaytarır və topu meydançadan kənarlaşdırır. Xəqani, Abbasov, Səmral və top Səmraldan çıxır. Kobud oyun var oyunda, Agresiya artır oyunda.
Top Cavid Xəqanidə meydançanı tərk edir. Emil pressing edirdi, qapıya zərbə endirmək üçün əlindən gələn elədi, amma son anda Xəqani topu çıxardır. Xəqani yenə də yerindədir. Rüstəmin ötürməsi Qulam qaytarır. Yaxşı hücumdur bu. Cavid. İnanılmaz bir seyv. Öz seyvinə özü qışqırır Sənan. Goalkeeper. Rüstəm sol cinahdakı küncə ötürür topu. Küncdən zərbə dərhal başlayırlar. Top Xəqanidə qalır. Xəqani Abbasovun zərbəsi. Yox. Dəqiq olur. Orxan Süleymanın ötürməsi. Rüstəmli Orxan topu itirir. Səmral da itirir topu. Elvin geriyə. Süleymanın ötürməsi. Süleymanlı topu alır, qaytarırlar bir-birlərini. Yaxşı hücumunu təşkil eləmişdilər, amma sonda itirilir top. Səmral topu itirir. Emilin zərbəsi. Top Rüstəmdədir. Rüstəm qalır. Rüstəm topa yaxın elişir. Rüstəm bir tər. Rüstəmin ötürməsi kim olacaq? Rüstəmin ötürməsi Qulama yaxşıdır. Qulam topu qəbulunda səhvə yola verir. Rüstəmlinin zərbəsi. İlkin Bağırov yerindədir. Geriyə. Elmir Xəlilov topu ötürür Rüstəmli qataya Elmirin zərbəsi və gol. 5-1. Hesab 5-1 olur. 5-1 olur. Solda olan komandada artıq ruh düşkünlüyü var, amma hələ 32 dəqiqə var oyunun bitməsinə. 32 dəqiqə çox şey dəyişə bilər. 4 top fərq elə də çox deyil mini futbolda və Xəqaninin ötürməsi Cavidin zərbəsi və top yan keçir qapıdan. Və Sənan bugünkü oyunun bu komandada qəhrəmanlarından biri. Bir gol buraxılıb, penalti qutarıb, 2-3 dənə təkbətəyin qarşısını alıb. Elvin ötürməsi. Rüstəmli Elvin Mursaqulov və gol. Emil Mursaqulov hesabı 6-1 edir və hesab 1-6-dır. Hesab 1-6-da artıq top fərqi hiss olunmağa başlayır. 5 topla sağ cinahdakı komanda öndədir və Ruslar buna razbron deyir. Bu baş verə bilər bu oyunda. Cavid əsəbi aldı, hamını keçməyə çalışdı, amma top meydançanı tərk edir. Xəqani ötürməsi olacaq. Qulama deyil. Sənan uzun ötürməsi başlayır. Toxunur. Topu yuxarıda bir epizod itirir. Qulam Süleymanlı uzun ötürməsi alır. Top ilkindən meydançanı tərk edir. Geriyə ötürmə. Bir-birlərinə yaxşı paslaşırlar. Elvin dönür, ötürməsini verir. Yaxşı. Məntiqi sonluq var. Zərbə ilə bitir. Hücum amma qol olmur. Qulam
itirir. Top Orxan Süleymandan yox, Caviddən çıxır top. Üstəmli Orxan ötürməsini verir Emilə. Emil sol cinaha, Elmir Xəlilov, Elmir irəliləyir, Elmirin ötürməsinin qarşısına Xəqani kəsir. Rüstəm və Rüstəmli. Orxan zərbəsi top Xəqaniyə dəyib meydançanı tərk edir. Xəqani irəliləyir, top Xəqanidən çıxır. Və indi Cavid irəliləyir, Cavid axı ki gol! Gözəl qoldu. Gözəl qoldu, 6-2 hesab arasındakı fərq 4-ə düşür. Tabloda da hesab dəyişir və meydançanın mərkəzindən yenidən başlayırlar oyuna. Orxan Süleymanlı, Elvin Süleyman'a çalışdı. Top Xəqanidə qalır. Xəqani Cavid ötürür. Xəqani ötürmə. Top Emilə dəyib meydançanı tərk edir. Və indi bir balaca hücum sayını artırmağa çalışırlar. Sol cinahdakı komanda uzun ötürmələri. Bu epizodun şərhini siz verin. No comment. Orxan Rüstəmli, Elmir Xəlilov. Elmir Xəlilovun uzun ötürməsi Elvinə. Elvin yaxşı saxlayır topu. Elvin sıyrıldı Zidanvari hərəkətlə və top Səmralda qalır. Səmral topu götürüb yenə də 6-cı oyuncu kimi çıxış edir. Və indi 3-2 gedirlər. Rüstəmli tək olsa da alır topu, hakim topu yenə də Caviddə qalır. Cavid. Elmir Xəlilov sayıqdır. Orxan Rüstəmli sıyrılır. Və inanılmaz bir top qaçır. Dəhşətli bir topu qaçırdır. Şanan başla qarşılayır. Bu epizodun da şərhini vermirik. Bunu da özünüz verərsiniz. Elvin Süleymanlı, Emil'in ötürülməsi Elvin az qalmışdı, gol olsun. Yoxsa gol olur, bəli goldur. Gol. 2-7 olur hesab. Rüstəmli. Xəqani ötürülməsi Caviddən qabaq Elmir. Top meydançada qalıb hələ ki. Rüstəm top itirir. Süleymanlı zərbəsi Səmral yerində. Caviddə qalır, Rüstəmə dəyəndən sonra top. Bulamın ötürülməsi, Elvin. Top kimdə qalır? Caviddə top meydançanın sonunda tərk edir və Bulamın ötürülməsi Cavidin ötürülməsi heç kim toxuna bilmir topu. Gücdən zərbə. Korneri yerinə yetirir Xəqani ötürməsi Bulamın zərbəsi. Yox. Alınmadı. Emil ötürməsi Rüstəmli. Top Emildə qalır. Emil top itirmir. Emil sırmağa çalışır top. Meydançanı tərk edir. Gücdən zərbə bu dəfə bu biri qapıda olacaq. Emil dərhal başlayır. Top ilkindən meydançanı yenidən tərk edir. Gücdən zərbə təkrarlanacaq.
Ötürmə geriyə mi olacaq, yoxsa içəri mi olacaq? İçəri olur. Zərbə Elmirdən alınmadı. Gol olmadı yəni daha doğrusu. Samuel top ötürməyə adam tapa bilmir və sonunda top ötürür Xəqaniyə. Xəqani. Kim? Samuel. Gulam ötürməsi. Cavid geriyə ötürmək. Səhvi yol verir. Emil. Ötürmə. Xəqaninin ötürməsi qeyri-dəqiqdir. Top Xəqanidən meydançanı tərk edir. Dərhal başlayırlar. Rüstəm topu alır. Rüstəm Xəqaniyə. Xəqani Rüstəmə. Rüstəm Cavidə. Cavid Rüstəmə. Rüstəmin zərbəsi. Oy. Az qalmışdı ki gol olsun, amma Şanan yenə də ayıqdır. Çırma. Topu aytadı. Əks hücumu yarada bilmədilər. Ötürmə irəli. Top Xəqanidə meydançanı tərk edir. Elmir topu sığalladı Elvinə. Elvin topu ötürdü Emil'e. Emil sıyrılmağa çalışdı. Sonunda Cavid toxunur topa. Elvin ötürməsi alınmasa da yenidən ötürəcək topu Orxana. Ötürmür, özü keçir. Orada qarşılıq düşüb və sonunda çıxırlar. Sağcına ötürmə. Qulamın ötürməsinin qarşısını ayağıyla da olsa Sanan kəsir. Xəqani lap top qapıçıya qədər gedir. Rüstəm irəliyir. Rüstəm ötürməsi Cavidə. Cavid sıyrıldı. Xəqani ötürməsi Rüstəmə. Rüstəm Elmir sayıqdır. Orxan Rüstəmli. Orxan ötürməsi. Orxan geriyə ötürmə olacaqmı? Top Qulamdan çıxır. Ötürmə. Xəqani yerindədir. Xəqani sağ olcan ağa. Rüstəm boşdur. Rüstəmə ötürmə. Rüstəm. Ədədi top Rüstəmdə Cavid ötürür. Cavid qarşısında Elmir var. Elmir qapıya zərbə və gol. Gol 7-3. Başladılar. İstəmli. Çox lazımsız yerdə top itirir. Cavid. Yaxşı ötürmə Rüstəmə. Rüstəm topu saxlaya bilmir. Elmir. Top itirilir. Elvin topu meydançasından çıxardır. Və indi bir balaca pressing və hücumlar davam edir soldakı komandadan və ötürmələrdə səhv olmasa bəlkə nəsə olar. Elmirdən qabaq. Cavidin ötürməsi Rüstəmin zərbəsi və top bir-birlərinə çox pis mane oldular. Emildən qabaq ilkin topa toxunur. Qulam özü sıyrılmağa çalışsa da topu Orxan Rüstəmlidən qayıdır. Qapıya zərbə və son anda yenə də ayıqdır Sanan. Sanan topu götürür, Sanan özü irəliyir, Sanan irəlilədi. Sanan qapını boş qoyub gəlir. Sananın qapıya zərbəsi və Samuel yerindədir. Uzun ötürmə, başla zərbə, daha bir zərbə və orada çox pis zədə. Bir-birlərini zərbə indirdilər. Ümid edirik, hər şey yaxşıdır. Elmirlə Cavid yerdədir.
Bəli. Bu insident dostluqla başa çatır. Gördüyünüz kimi kameraman oyuna daxil olur. Centilmenliği baş verir burada. Qayıdırıq oyuna, uzun ötürmə irəli və Səmral da topu qaytarır. Digər komandaya top Emildədir. Emil ötürməsi olacaq. Orxan Süleymanlı. Orxan Süleymanlı öz irəlir. Orxan Süleymanlı Xəqani topu alır. Xəqani aradan ötürmə verə bilsə təhlükəli ola bilər. Caviddir bu söz üstünəm. Cavid, Xəqani, Rüstəmcə son anda top Caviddən çıxır. Elvin tək ötürməklə Emilə verir. Emil topu atır qabağa irəliləyir. Emilin ötürməsi, İlkin qaytarır. Top Caviddədir. Cavidin ötürməsi Rüstəmə. Rüstəmin zərbəsi alınmır. Rüstəm. Yenə də top itirilir. Sana. Ne oldu oğlum? Bəli, oyunun qəhrəmanlarından biri. İstəmli geriyə. Sənan, Orxan, Emil, top ötürü Elvinə, Elvin, Rüstəmli. Tiki taka getdi burada, tiki taka Barcelona sayaq gol və hesab 8-3. Dərhal başladılar. Cavid topu qaytarır. Sənan burada itirirlər topu. Sənan yaxşı bir ötürmədir. Elmir top itirməyə yaxın idi. Sənan və top meydançadan çıxır. İkinciden zərbə olacaq. Dərhal başladı, qapıya zərbə olacaq. Orada nə baş verir? Elmir yerindədir. Rüstəmli. Səmraldan çıxır top. Amma pressingləri davam edir. Gördüyünüz kimi almağa çalışırlar və burada indi top Rüstəmli'dədir. Rüstəmli sığalladı topu amma top düz İlkinə qədər gedir. İlkin Bağırımın oturmasında səhv Elvinin qapıya zərbəsi. Top qahvarının üstündən keçir azacıq fərqlə. İlkin. Cavidin ötürməsi Səmral ümumiyyətlə başa düşmədilər. Topu durduq yerdə itirilmiş. Səmral dərhal başlamağa çalışır. Səmral götürmə verir Xəqaniyə. Xəqani Cavidə qaytarmaq istəyəndə Sənan topun qarşısına alır və indi sağ cinahla Elvin topu götürür. Elvin ötürmə verəcək. Elvin özü sürür. Elvin sonda Rüstəm topa toxunur və meydançadan çıxardır topu. Dərhal başlayırlar və top yenə də Rüstəmdən çıxır və bu dəfə yenə başlayırlar. Bu dəfə top Xəqanidədir. Xəqaninin ötürməsi Cavidə. Cavid qaytarır. Səmral yaxşı sıyrıldı indi. 2-1'ə gəlirlər. Səmral biraz gecikdirdi topu. Qarşısında Süleymanlı var. Ötürməsi Acınaha. Ötürmələr bir-birlərini davam edir. Zərbə yox. Yenə də insident yaşanır. Süleymanlı, Səmral topun qarşısını kəsir. Yenidən Süleymanlı, Orxan topu oyuna daxil edəcəkmi?
ötürmə irəli. Sənandan qabaq Rüstəm, Qulam, Xəqani zərbəsi qapı direği. Qapı direği. Rüstəmli qaytarır Elmirə. Emil çox Valla təqib qırmamışsa. Özü itirmişsən, topu dəqiq, görür. Agresiya var oyunda, var. Amma mərci komanda udur deyə Səmral topu götürür. Səmral ötürməsi Orxana. Və orada nə baş verir? Top kimdə qalır? Top hardadır? Top Elvindədir. Elvin ötürməsi Orxan ötürməsi Qulam, Elvin öldü. Meydançanı tərk edir. Küncdən zərbə olacaq. Küncdən zərbəni yerinə yetirir İlkin Bağırov qarşılayır. Rüstəm gəldilər. Rüstəm ötürməsi Xəqani top. Oyunun bitməyinə 13 dəqiqə qalıb və top oyunda ciddi agresiya Sən yaranır. Liverpool Qalatasarayını xatırlayırsan, ha? Çox Bizim agresiya. oyun olmamışada. Çox agresiv oyun gedir. Yanından keçən yıxılır. Və Yox, burada belə oyun olmaz axı. Bizim uşaqlar çox incədirlər. incə komandaya qarşı bir etkabud oyun var. Uzun ötürmə Rüstəmli məndən söhbət elədi. Aslanlar hücuma getdi. Və agresiv oyun davam edir. Dirsə ilə arxadan itələyir. Ulama Cavid ötürmə. Top meydançanı tərk edir. Rüstəmli Orxan Süleymanlı. Çox səhv ötürmə və gol. Çox böyük bir səhv müdafiədə və Cavid dərhal bundan yararlanır və hesab arasındakı fərqi 5-dən 4-ə endirir. Son 12 dəqiqə nəsə olacaqmı? Bu oyunda nəsə olacaqmı? Yenidən top itirirlər. Qapıya zərb olacaqmı? Və son anda Elmir Xəlilov komandasını Real qolundan xilas edir. Və oyunda qızışmalar var. Oyun artıq qızışır. Burada daban zərbəsi. Bayaq ki 2 zərbəyə heç yaraşmadı bu daban zərbəsi Cavid Xanməmmədov. Qapçı Elmir ötürür və top Rüstəmdə qalır. Qulam top ötürür Səmrala. Xəqaniyə, Cavid Xəqaniyə ötürməsi və gol deyil. Yox, top qapı xəttini keçmir. Çox yaxşı sıyrılır burada Elvin irəliləyir. Elvin qarşısında Cavid və Cavid küncdən zərbəni yerinə gətirəcəklər. Cavidin zədəsi hələ ki yerindədir hələ də. Seyir hələ də ayağını tutur. Başla zərbəyə icazə vermirlər. Sənan irəlilədi. Sənan amını keçir. Sənan son anda Xəqani sürüşmə fəndi ilə topu ayaqlarının altından çıxarır. Sənanın Orxan Süleymanlı topu altdan oyuna daxil edəcək. Elmir qaytarır və Səmral Elmir uzun ötürməsi olcunaha. Emildədir top. Emil sinəsi ilə topu qəbul edir. Rüstəm qarşısını kəsən bir Emil indi kim neyəcək? Emil soluna çəkdi. Emil zərbəsi. Top Xəqanidən meydançanı tərk edir. Emilin ötürməsi Süleymanlıya. Süleymanlı top itirəcəkmi geriyə? Elvin Rüstəmlinin ötürməsi. Qulam qarşılasa da top Elvində qalır. Elvinin zərbəsi isə çox yuxarı getdi və Cavid
Cavid. Hələ də top Caviddədir. Cavid Xəqaniyə uzun ötürmə. Altdan topunu daxil edəcəklər. Caviddə qalır. Cavidin ötürməsi Xəqani Emildən qabaq. Cavid topa toxunur. Səmral! Sənan qışqırıqlar altında topu çıxarır meydandan. Sənan irəliyir. Sənan 3-1-ədilər. Sənan ötürməsi inanılmaz bir epizodu qaçırdılar. Cavid sıyrılmağa çalışır. Cavid top Süleymanlıdan çıxdı. Emil'in ötürməsi Orxanın ötürməsinin qarşısını kəsir Xəqani. Dərhal başladılar. Emil solda çəkməyə çalışır. Rüstəmlinin zərbəsinin qarşısını kəsirlər. Xəqani kəsir və top indi əksüm olacaq. Amma sonunda Elvin topa toxunur və meydançadan çıxardır topu. Yox, top Caviddən çıxıb. Uzun ötürmə mi olacaq? Uzun ötürmə qeyri-dəqiqdir. Rüstəm dərhal başlamaq istəyir və başlayır da. Səmral irəliyir. Səmralın ötürməsi uzun ötürməydi, amma Elmir Xəlil yerindədir. Xəqani topu saxlayır. Səmral ötürür. Səmral Qulam və burada gol vurmaq lazımdır. İnanılmaz bir epizod qaçır. Uzun ötürmə irəli. Rüstəmli Orxandan qabaq Səmral topu uzaqlaşdırsa top meydançanı tərk edir. Süleymanlı Sənan ötürməsi Rüstəmli buraxır və maraqlı bir şey baş verir burada. Qulam Sənan gəldi. Qulamdan qabaq Sənan qoymadı fint etsin. Səmral topu ayaqdan oyuna daxil edəcək. Səmral qarşısında Rüstəmli var. Uzun ötürmə və Rüstəmliyə də dəyir top. Emildədir top. Emil irəliyir. Emilin zərbəsi silkin bağlı yerindədir və dərhal başlamağa çalışırlar. Amma başlaya bilmirlər. Sol cinaha Sənan və Səmral topu alır. Rüstəmin ötürməsi Qulama. Qulam Səmral və gol. Golu çəkə bilmədi, üzr istəyirəm. Çox gözəl gol oldu amma. 5-8. Son 6 dəqiqə. 6. Nə elədiniz? 6. Hər 40 saniyə bir dənə vursa. Rüstəmli zərbəsi ilkin yerindədir. Qulam ötürməsi Səmralda da top. Səmral qarşısında Sənan var. Bilmir kimə top ötürsün Rüstəm yaxşı ötürmədir. Baş verir sonunda top Elmirdə qalır. Boş qapıya topu zərbə edir. Və indi 2-1-ə gəlirlər. Rüstəmli və topun ikisində də İlkin Bağırov komandası Real goldan xilas edir. Və indi 200-dən zərbə yerinə yetirəcək Emilin ötürməsindən qabaq İlkin barmaqlarının üzrə topa toxunur və indi Səmral qarşısında Orxan Süleymanlı var. Sənan yerindədir. Sənan ötürməsi və indi 4-2-yə gəlirlər. Axır zərbə və top mevzuda qeydini keçir. Uzun ötürmə irəli. Süleymanlı qarşılayır. Sənanın zərbəsi və top meydançanı tərk edir. İlkinin seyfindən sonra. Ötürmə. Yox. Qeyri-dəqiq.
ötürməsi Qulama. Qulam və indi gəlirlər. Gəlirlər. Zərbə, daha bir zərbə olacaq, daha bir zərbə. Elvinin ötürməsi, zərbə yenə də ilkin yerlər. İlkin sonradan oyuna xodlandı və qəşəng sevlər edir. Rüstəm. Qulam. İnanılmaz top qaçır. Səmral əsəbindən bilmir neynəsin. Emil, Orxan, Emilə qaytarır. Xəqani'nin ötürməsi Səmrala, Səmral, Rüstəm yəqin ki Qulama ötürəcəkmi? Yox, Səmrala ötürür. Səmralın ötürməsi Qulama. Elmirdə də hələ də top. Elmir Sənana ötürür. Sənan topu saxlayır. Son bir dəqiqə maçda. Son bir dəqiqə və Caviddə meydançanı tərk edir. Ötürmə, Cavid topu götürür. Sıyrılmağa çalışır. Qoşu olunur. Yaxşı ötürmə. Emil ötürməsinin arasında kəsilir. Səmral irəliyir. Səmral 2-2-yə gəlirlər. Səmral sıyrılır. Səmralın zərbəsi. Emil'in ötürməsi. Elmir. Buna başlayır. Xəqani topu saxlayır. Xəqani'nin ötürməsi Rüstəm sıyrıldı. Rüstəm sıyrılır. Rüstəmin ötürməsi qeyri-dəqiq. Və maçın bitməyinə çox az qalıb. Maç artıq bitir, yavaş son dəqiqələr, son saniyələr hətta. Sol cinahdakı komanda çox hücumlar etdi. Onları qola çevirsəydilər və gol. Narıncı komanda qələbə qazanır. 6-8 bitir maç. 6-8 ritmi ilə bitir maç.